Peyğəmbər sələvatullah öz 50 nəfər oxçulara, Abdullah ibn Zübeyrin başçılıq elədiyi 50 nəfər oxçuya tapşırıq verir ki, o təpəni tərk eləməyin. Biz döyüşdə qalib də gəlsək, biz döyüşdə məğlub da olsaq, heç vaxt o təpəni tərk eləməyin. Amma müsəlmanların bir anlıq döyüşdə irəli çıxmağını görən oxçular Peyğəmbərin tapşırığından çıxdılar və oxçular təpəsini tərk elədilər. Və bu da İslama böyük zərbə vurdu. Bu döyüş ağır nəticələr verdi. Bu döyüşdə 70-dən çox səhabə şəhid oldu, Həmzə şəhid oldu, Peyğəmbər yaralandı, Peyğəmbərin dişi sındı, Peyğəmbərin qanı töküldü. Nəyə görə? Çünki Peyğəmbərin sözündən çıxıldı. Allah da ayə göndərdi və Peyğəmbərin sözündən çıxmağı Allah özü də təkidlə qınadı. Uhud döyüşündə bizim ibrət götürəcəyimiz məqam ondan ibarətdir ki, Peyğəmbərin sözündən çıxmaq olmaz, Allahın sözündən çıxmaq olmaz. Əgər bizə Allah bir söz deyirsə, Peyğəmbər bizə bir söz deyirsə,